Cümləniz mübarək olsun, əziz müsəlmanlar. Həzrət Əli əleyhissalam bir duasında deyir: Allah, 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 Allahım, sən mərhəmət edənlərin ən mərhəmətlisisən. Səndən başqa ilah yoxdur. Sən, səndən əvvəl heç bir şey olmayan yaradansan. Sən fani olmayan, əbədi qalansan. Sən ölməyən dirisən, görünənin və görünməyənin yaradanısan. Sən hər gün bir işdəsən. Həzrəti Muhammədə və onun əhl-i beytinə salat və salam göndər. Allahım, sən öyrədilmədən hər şeyi bilənsən. Həmd yalnız sənə məxsusdur. Allah, 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 Rəbbim, mən sənə heç bir şeyi şərik qoşmuram. Məndən öz mərhəmətinə uyğun davranmağını istəyirəm. Amin, ya Ərhəmər Rahim.